Bağırsaq bakteriyaları və psixi xəstəliklər qulağa biraz əlaqəsiz gəlsə də son zamanların aktual mövzularından biridir və tibb aləminə bomba kimi düşmüş mövzudur hal-hazırda. Bu mövzu üzərində dərin araşdırmalar gedir və bugün bundan bəhs edəcəyik ki, sözü gedən araşdırmalarda nədən bəhs edilir. İlk öncə bunu vurğulamaq istərdim ki, biz gördüyünüz olaraq sadəcə bizdən ibarət deyilik. Bizi təşkil edən hüceyrə sayı qədər təxmin olunur ki, bədənimizdə həm də bakteriya sayı var. Bu bakteriyalar adlarından göründüyü kimi ya da bir çox insanda qorxuya səbəb olacaq cinsdən bakteriyalar deyil. Bu bakteriyalar bizim həyatda qalmağımız üçün önəmlidir. Və bəlkə də təsadüfi deyil ki, nəyə görə insan hüceyrə sayı ilə onun orqanizmində yaşayan bakteriya sayı təxmini 1-in 1-ə nisbətindədir. Çünki bu bakteriyalar bizdə bütün funksiyaları, demək olar ki, bütün funksiyalarda iştirak edirlər. Belə ki, immun sistemimiz, sinir sistemimiz, həzm sistemimiz bu bakteriyaların köməyi ilə həyata keçir və bu bakteriyalar əgər olmasa, bəlkə də biz bir varlıq kimi həyatımızı davam elətdirə bilmərik. Ancaq bugün bu bakteriyaların xüsusilə psixi xəstəliklərdə, psixi durumlardakı rolundan danışacağıq. Bu bakteriyalar bəs harda yaşayır? Onların yaşadığı yer orqanizmdə hər yerdir. Ən çox dəridə, bağırsaqlarda və selikli qişalarda, məsələn, ağız boşluğunda, burun boşluğunda təsadüf olunur. Yəni ki, bizi xaricdən və daxildən örtən, qoruyan sistemin hər yerindədirlər. Və onların buralarda məskunlaşması heç də təsadüfi deyil. İnsan orqanizmində ən çox bakteriyaların məskunlaşdığı yer isə bizim bağırsaqlarımızdır. Təqribən bakteriyaların 90%-i bağırsaqlarda yaşayır. Təbii ki, bu da təsadüfi deyil. Çünki biz orqanizmə yad maddələri necə daxil edirik? Təbii ki, ağız yoluyla. Ağız yoluyla gələn hər cür maddə bizim bağırsaqlarımıza gəlir, daxil olur. Bağırsaqlarda isə müəyyən işləmlərdən keçəndən sonra daxili orqanlara buraxılır, qana buraxılır. Və bu səbəbdəndir ki, ən çox bakteriya, yəni ən çox mühafizə sistemi də məhz bağırsaq ətrafında toplanmışdır. Bugünkü mövzuda bəhs eləmək istədiyim şey həmin bu bağırsaqda yaşayan bakteriyaların insan beynindəki roludur. Güman olunur ki, daha doğrusu son zamanlar bu mövzu aktuallaşmışdır ki, bağırsaqda yaşayan bakteriyalar insanlarda depressiyanın yaranmasında böyük rol oynayır. Təbii ki, depressiya çox bəsit bir mövzu deyil və depressiyanın yaranmasını bir səbəbə bağlamaq olmaz. Depressiyanın yaranmasında insanın həyat şəraiti, həyat şərtləri, genetikası, stresi, qidalanma tərzi təbii ki, böyük bir rol oynayır və bu kompleks şəkildə ortaya çıxır.